Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərim mən sizlər üçün Autodesk-in 3D Max 2012-ci ilə aid olan bir versiyanı təqdim edirəm. Burada mən sizlər üçün proqramın istifadə qaydaları ətraflı məlumat verəcəm. Hansı alətlərdən daimi və hər dəfə istifadə olunur, onlar haqqında mən sizə məlumat verəcəm və belə bir məlumat verim ki, bu kursumuz sırf proqram haqqında ümumiyyətlə məlumatı olmayan tələbələr üçün nəzərdə tutulub, yəni sıfırdan başlayanlar üçün nəzərdə tutulub. Deməli belə başlayaq inşallah. Proqram açıldıqdan sonra belə bir görüntü ekrana gəlir. Burada yuxarıda bildiyiniz kimi bütün proqramlarda olduğu kimi kiçik də olsa belə bir panel ekrana gəlir və burada alətlərimiz var, düymələrimiz var. Bunların köməkliyi ilə yeni səhifə yarada bilərik. Yaddaşa verilmiş hər hansı bir proyekti açıb, seçib istifadə edə bilərik, yaddaşa verə bilərik və görülən əmrləri önə və geriyə qaytara bilərik. Ondan aşağıda yerləşən menyularımız var. Bu menyulardan da istifadə edəcəyik. Ondan aşağıda olan standart belə deyək panelimizdir və burada olan düymələrimiz var. Bunlardan da istifadə edəcəyik. Bu paneldə belə deyək, bir çox düymədən elə bir vacib olmadığı üçün istifadə etmirik və bizə lazım olan daimi alətlər var ki, düymələr var ki, hansı ki biz onlardan hər bir yığılan səhnədə biz onlardan istifadə edirik və mən onlar haqqında sizlərə məlumat verəcəm. Lap ondan aşağıda bizdə 4 formada görünüşümüz var. Perspektiv, top, left, front, yəni sağdan, soldan və ümumi perspektiv olaraq görünüşümüz vardır. Bu görünüşlərdən də hansı formada istifadə edəcəyimizi mən sizlərə məlumat verəcəm. Sağ tərəfdə gördüyümüz panelimiz var və bu panelin vasitəsilə, köməkliyi ilə proqramın tərkibində olan geometrik fiqurlar, işıqlar, kameralar və digər alətlərdən, modellərdən seçib istifadə edə biləcəyik. Növbəti düymələrimiz və əmrlərimiz aşağıda yerləşir. Aşağı sağ tərəfdə köşkdə bu alətlərimiz, bu düymələrimiz bizim bu 4 formada görünüş istifadə düymələridir. Yəni biz onların vasitəsilə bu görünüşlərdən böyüdüb, kiçildib, belə deyək, seçəcəyik və onlardan istifadə edəcəyik. İlk olaraq başlayaq bu 4 forma görünüş haqqında məlumat verim mən sizlərə. Görünüşdə hər hansı bir perspektivdə məsəl üçün mən sizlər üçün bir şey çəkim. Gördüyünüz kimi belə bir modelimiz var. T-port, yəni çaynik. Çəkdikdə səhnədə fərq eləmir. Yəni perspektivdə çəkdiniz və yaxud da ki top, front, leftdə çəkdiniz. Çəkdikdən sonra bizdə həmin sağdan, soldan, üstdən görüntülərdə bizdə həmin modelin görmə istiqamətləri yaranır və bu istiqamətlərdə hər hansı bir istiqamətdə istifadə edəriksə, digər istiqamətlərdə görüntünü bizə göstərir ki, biz hansı istiqamətdə həmin modeli hərəkət elətdiririk. Bu görünüşü hansını aktiv ediriksə, həmin görünüşlərdə
işləyə bilərik. Bu cür bir forma. Belə bir əmrlərimiz var. Görünüşlərin yuxarı sol tərəf küncündə həmin görünüşlərin adları var. Adların üzərində sağ düymə vurarıqsa, bizə açılmış menyudan belə bir əmrlər verilir. Yəni biz o həmin əmrlərin vasitəsilə görünüşün istiqamətini, yəni sağ, sol, aşağıdan, yuxarıdan əmrləri seçib istifadə edə bilərik. Və onların önlərində həmin adların baş hərfləri vardır ki, hansılar ki, biz onları klaviaturanın vasitəsilə, köməkliyi ilə seçəriksə, həmin görüntü, həmin görüntü forması digər görüntü ilə əvəz olunur. Məsəl üçün, bizdə hal-hazırda burada topdur, top görünüşü, yəni üstdən görünüş. Biz onu məsəl üçün left görünüşü ilə əvəz edə bilərik. Yəni klaviaturada mən L düyməsini sıxdım və bizə left görünüşünü verdi. Və yaxud da ki, adın üzərində mouse'un sağ düyməsini sıxırıq və buradan istənilən bir görünüşü seçirik və avtomatik olaraq həmin görünüş ekrana gəlir. Növbəti əmrlərimizdən seçilən səhnəni, seçilən görünüşün biz bütün ekran boyu böyüdüb kiçiltmək üçün belə bir aşağıda sağ tərəfdə düşüşdə belə bir əmrimiz var. Max Size Viewport Tools belə bir düyməmiz var. Həm istənilən bir görünüşü seçirik və həmin düyməni sıxdıqda bizim üçün həmin görünüşü bütün ekran boyu böyüdür. Böyük bir ekrana gətirir. Və bu böyüdülmüş formada biz həmin səhnənin normal formada istifadə edə bilirik. Yəni kiçik formasında istifadə edə bilərik, amma bəzən böyüdülmüş formada daha dəqiq işləmək olur. Klaviatura əmri Alt-W düyməsidir və seçilmiş hər hansı bir görünüşü böyüdüb kiçildəriksə Alt-W-nu sıxarıqsa biz həmin görünüşü böyüdüb kiçiltmiş oluruq. Belə düşünürəm ki, hələlik yetərin qədər məlumat verdim mən sizlərə bu görünüşlər haqqında və pəncərələr haqqında. Növbəti düymələrimizi mən sizə əlavə olaraq ətraflı məlumat verim. İlk öncə Select and Move düyməsini mən sizlər üçün ətraflı məlumat verim. Aləti seçdikdə, aktiv etdikdə səhnədə hər hansı bir modeli seçəriksə, həmin modelin, hər bir modelin özünün mərkəz nöqtəsi olur və həmin mərkəz nöqtəsində belə bir işarə əmələ gəlir. Bu işarə X, Y, Z koordinat sistemidir və burada mouse'un sol düyməsini hansının üzərinə gətirib saxlayarıqsa, həmin istiqamət sarı işarə ilə aktivləşir və mouse'un sol düyməsini onun üzərində sıxıb saxlayıb lazım istiqamətə, yəni X istiqamətinə çəkəriksə, həmin modeli o istiqamətə çəkib hərəkət elətdirə bilərik. Y çəkə bilərik istiqamətə, Z istiqamətinə çəkə bilərik, aşağı, yuxarı və hər ikisinin, yəni ki, Z və X istiqamətlərinin tən ortasına tutarıqsa, aşağı, yuxarı və belə bu cür bir forma istifadə edə bilərik. Z, Y istiqamətinə də hərəkət elətdirə bilərik və X, Y istiqamətinə də hərəkət elətdirə bilərik. Bu cür bir forma. Klaviatura əmri W işarəsidir. Yəni, hər hansı bir başqa bir aləti mən seçdim və W işarəsini vurduqda həmin düyməni əmri götürmüş oluruq. Burada belə bir əmrimiz var bizim. Select Object əmrimiz var. Yəni, bu əmrdə modeli seçir
Sadəcə olaraq fərqləri var bir az. Yəni fərqləri nədədir? Select Object-in Select and Move-dan fərqi ondadır ki, məsəl üçün bir səhnə yığmısınız və həmin səhnədə sizə lazım olan hər hansı bir modeli seçmək üçün Move alətinin vasitəsilə seçəriksə, mausu həmin modelin üzərində sol düyməni bir dəfə sıxdığımız an təsadüfən biz həmin modeli yox, başqa bir modeli təsadüfən seçirik və nəticə etibarı biz onu seçdikdə həmin modeli təsadüfən hərəkət elətdiririk, yəni sağa sola özümüz də bilmədən, yəni mausu hərəkət elətdirdiyimiz üçün seçdiyimiz üçün mouse tərpənir və onu bir balaca sağa sola çəkirik və bu çəkdiyimiz anda həmin model digər modelə toxunur və yaxud da ki onun tərkibinə daxil olur və yaxud da ki bir hissəsi digər modelin üzərinə daxil olur. Belə bir formalar əməl edilir. Belə bir formaya yol verməmək üçün biz Select Object-dən istifadə edirik. Bu da həmin formada obyekt, modeli, figuru, formanı seçir, amma hərəkət elətdirə bilmirik. Yəni, seçirik, sadəcə onu lazımı istiqamətə çəkmirik. Seçə bilirik və həmin model seçilmiş formada da öz yerində qalır. Yəni, heç bir istiqamətə çəkilmir və hərəkət eləmir. Klaviatura əmri Q əmridir, yəni klaviaturada Q əmrini vuraraqsa, avtomatik olaraq həmin əmri seçmiş, həmin düyməni seçmiş oluruq. Belə bir alətimiz var. Növbəti alətlərimizdən biri Select and Rotate-dir. Yəni, biz bu aləti götürəriksə, seçilmiş modeli istənilən istiqamətə fırladaraq hərəkət etdirə bilərik. Budur bu forma. Gördüyünüz kimi belə bir işarə əmələ gəlir və bu işarənin vasitəsilə biz istiqamət seçirik. Hansı istiqamətə hərəkət elətdirəcəyik. Tən ortada göstərilir X, Y, Z işarə istiqamətləri və biz həmin istiqamətlərindən seçəriksə, avtomatik olaraq həmin istiqamətə modeli fırlatmış və yaxud da ki, əymiş, hərəkət elətdirmiş, belə deyək, oluruq. Tən ortadan tutarıqsa, ona artıq bir neçə X, Y, Z istiqamətdə tam istədiyimiz formada bu forma hərəkət elətdirə bilərik. Klaviatura əmri də Y hərfidir. Klaviaturadan Y hərfini seçəriksə, həmin Rotate, Select and Rotate düyməsini seçmiş oluruq. Növbəti əmrimiz Select and Uniform Scale-dır. Biz bu alətin vasitəsilə seçilmiş modeli böyüdüb kiçildə bilərik, belə deyək. Məsələn, belə bir şey göstərdim. Yəni, bu alətdən necə istifadə edəcəyik biz? Məsəl üçün, hər hansı bir boks çəkmişik, həndəsə figurun adı bir boks çəkmişik. Burada modif bölməsinə daxil olduqda, seçilmiş hər bir modeli seçdikdən sonra modif bölməsinə daxil olduqda, həmin model haqqında və yaxud da ki, seçilmiş figur haqqında məlumat olur. Baxın, burada məsəl üçün, həmin boksun adı olur, rəngini dəyişə bilərik, üzərinə istənilən bir buradan modifikator, belə deyək, verə bilərik. Burada onun yenə real adı görsənir, aşağıda ölçüləri göstərilir, real çəkilmiş ölçüləri. Biz Select and Uniform Scale-dan istifadə edəriksə, baxın, mən bunu bu forma böyüdüb kiçildirəm. Ölçülər nə böyümür, nə də kiçilmir. Elə o cür formada qalır. Yəni, ilk olaraq nə cür çəkmişiksə, o cür formada qalır. Yəni, mən bu aləti, bu modeli sadəcə gözə yarı böyüdüb kiçildə bilərik.
Bu alətdən biz nə cür və harda istifadə edirik? Bəzən yığdığımız səhnədə başqa yerdən, digər yerdən gətirdiyimiz hər hansı bir modeli səhnəyə atarıqsa, həmin səhnədə model gah böyük düşür, gah da çox kiçik bir formada düşür və biz məcburən həmin modeli bu alətin vasitəsilə böyüdüb kiçildirik. Yəni lazımı ölçüyə, lazımı proporsiya, lazımı standart görünüş formasına salırıq. Belə. Klaviatura əmri də R əmridir. Klaviaturadan R düyməsini sıxarıqsa, həmin aləti götürmüş oluruq. Belə bir alətlərimiz də var. Qeyd formaları. Yəni düzbucaqlı formasında var və bir neçə başqa cür formada var. Mausu sadəcə üzərində sol düyməni sıxıb saxladıqda bu cür bir forma, belə bir menyu açılır və buradan biz həmin o qeyd formalarını başqa bir forma ilə əvəz edə bilərik. Ən çox istifadə olunan düzbucaqlı və çevrə formasıdır. Digər formalarda yoxlayın, özünüz baxın və elə bir çətin bir düymələr deyil. İstifadə qayda forması belə bir şeydir. Deməli, məsələn, səhnədə bir neçə fiqur ola bilər, model ola bilər. Baxın, düzbucaqlı, yəni bu düyməni seçilmir, yəni belə seçilmir ki, digər düymələr kimi üzərinə vurulmur. Sadəcə olaraq daim aktivdir. Yəni mausun sol düyməsini boş yerdə sol düyməni sıxıb saxlayıb düymələrin üzərinə belə çəkəriksə, bütövlüklə həmin o düzbucaqlıya düşən modellər seçilir və seçilməyi ilə aktivləşir. Yox, əgər məsələn biz bu cür forma çəkdiyimiz halda model bütövlüklə düşmür, sadəcə olaraq üzərindən, həmin qeyd forması üzərindən keçir və yaxud toxunaraq keçir ondan, həmin modellər seçilmir, aktiv olmur. Bütövlüklə düşən model aktivdir. Yəni bu belə bir şeydir. Bizim bunun yanında, düyməmizin yanında belə bir rejim var. Windows Classic, yəni bu belə deyək, bu əmr aktiv və qeyri-aktiv olur. Yəni hal-hazırda gördüyümüz aktiv formasıdır. Qeyri-aktiv forması üzərinə sol düyməni vurduqda belə bir şey əmələ gəlir. Aktiv formasında əgər qeyd edəriksə, yenə dediyim kimi, düzbucaqlı qeyd formasına bütövlüklə düşən modellərimiz aktiv olur. Bütöv düşməyən, yarımçıq, yəni üzərindən keçən, qeyd forması üzərindən keçən modellərimiz aktiv olmur. Əgər bu rejim dədirsə, yox, digər rejimdədirsə, biz sadəcə olaraq istənilən bir fiqurun bütövlüklə düşmür, sadəcə olaraq üzərindən keçiriksə, həmin modeldə avtomatik olaraq seçilmiş olur. Yəni bu alətdən biz harda və necə istifadə edirik? Məsəl üçün bir səhnə yığmışıq və bu səhnədə bizə lazım olan hansısa bir model və yaxud aksesuarı seçmək istəyirik və bunu seçmək istədiyimiz an sağında solunda olan modellər də seçilir və onlar da aktivləşir və biz onları sağa sola çəkib yerindən tərpədə bilərik. Tərpətməmək üçün biz sadəcə olaraq həmin bu qeyri-aktiv rejimi seçirik və modelin hər hansı bir istiqamətindən, hər hansı bir yanından, sağdan, soldan və bir balaca böyründən seçərək aktiv edirik. Bu cür bir forma. Məsəl üçün, alətli modellərdir. Sadəcə mənə məsəl üçün boks lazımdır. Bunun üzərində belə bir şey çəkirəm. Yəni bütövlüklə qeyd eləmirəm. Sadəcə olaraq bir balacının bir hissəsi düşərsə kifayət eləyir ki, biz onu artıq seçmiş oluruq. Aktiv rejimi və qeyri-aktiv rejimi. Burada bizdə yenə çevrə formasındadır. Mausun sol düyməsini sıxıb çəkəriksə,
fikir verirsinizsə, bizdə qeyri-aktiv rejimdir və bizdə hətta məsəl üçün heç bütöv düşməsə də belə böyrünə toxunaraq keçəriksə, həmin modellər aktivləşir və seçilmiş olur. Əvvəlki vəziyyətinə qaytarıram mən bunları və bu cür bir forma bunlardan istifadə etmək olur. Növbəti əmrimiz select by name. Yəni bu düymənin vasitəsilə biz səhnədə olan modellərin adları olur və adların vasitəsilə biz onları seçə bilərik. Yəni mən bu düyməni seçdikdə açılır belə bir pəncərə və bu pəncərənin köməkliyi ilə belə deyək, səhnədə nə qədər model var, nə qədər forma var, nə qədər çəkilmiş fiqur var, onların hamısı adları burada sadalanır. Köhnə versiyalarda belə bir düymələr yox idi. Bu düymələr belə deyək, yeni əlavə olunub. Yəni burada ən çox istifadə olunan düymələrdən biri məsələn geometrik, spline, işıq və kamera rejimləridir. Yəni səhnədə bizdə əgər həndəsə fiqurlar varsa, iki ölçülü çəkilmiş fiqurlar varsa, işıqlar varsa, kameralar varsa, onların adlarını burada sadalanır, yəni göstərilir. Və biz lazımı hər hansı bir adı seçərək həmin aşağıda OK düyməsini sıxırıq və avtomatik olaraq həmin o adı ilə seçdiyimiz model aktivləşir və qeyd olunur. Klaviatura əmri H əmridir. H düyməsini sıxdıqda bizim üçün belə bir pəncərə açılır və bu pəncərədə biz səhnədə olan modelin adının vasitəsilə biz onu qeyd edib seçirik. Əgər səhnədə işıq, kamera, iki ölçülü çəkilmiş formalar, geometrik formalar varsa, məsəl üçün bizə lazım olursa, əgər işıqlar lazım olursa, biz digər rejimləri söndürürük və bizdə əgər səhnədə işıq varsa, həmin o işıqların adları nömrəsi ilə burada adları sadalanır və görünür. Və lazım olan bir formanı seçib, OK düyməsini vurduqda həmin seçdiyimiz işığı seçmiş oluruq və sağ tərəfdə gördüyümüz bölmədə, modif bölməsində biz onu üzərində istənilən bir dəyişikliklər edə bilirik. Növbəti əmrlərimizdən biri Angle Snap Tools'dur. Yəni bu əmr rotate ilə birgə işləyir. Əgər biz istənilən bir obyekti lazımı dərəcə altında fırlatmaq istəsək, ilk öncə rotate götürdükdən sonra bu düyməni aktivləşdiririk. Klaviatura əmri A hərfidir və rotate götürdükdən sonra əmrimizi aktivləşdirdikdən sonra istənilən bir istiqamətə sağa sola yönəldəriksə, fikir verirsinizsə, dərəcələr 5-5 artır və azalır. Yəni lazım istiqamət, hansı istiqamətə bizə lazımdır, X, Y və yaxud Z istiqaməti hansı lazımdırsa, o istiqamətə 5-5 artır, 5-5 çoxalır. Əgər bu düymə aktiv deyilsə, onda artıq bizdə nəinki 5-5, hətta belə normal formada biz onu dərəcə altında əyə bilmərik, yəni gözə yarı əymiş olacaq. Aktiv edirik və istənilən bir dərəcə altında onu əyib bu forma saxlayırıq. Yəni seçdik, fırladıq lazım istiqamətinə. Ortada tutaraqsa yenə həmçinin bu forma fırlatmış oluruq. Növbəti əmrimiz Snap Tools'dur. Əmrimiz S düyməsi ilə, yəni klaviaturadan S düyməsini seçəriksə aktivləşir və bu düymənin üzərində mouse'un sol düyməsini sıxıb saxlayaraqsa, burada 3 forma düymələr açılır. 2, 2.5 və 3.
Sınavdan ən çox istifadə olunan 2 nöqtə yarımdır. 3 perspektiv görünüşdə, yəni seçilən bir obyekti digər obyektin lazımı küncünə, mərkəzinə, ortasına yerləşdirməyə, bağlantı vasitəsilə yerləşdirməyə imkan yaradır. 2 yarım sadəcə üstən görünüşlərdə, yəni iki ölçülü görünüşlərdə, üstən görünüşlərdə istifadə olunur. 2 də həmçinin. Biraz fərqləri var, amma yenə də 2.5 ilə istifadə etmək olur. Yəni üzərində sağ düymə vurduqda açılır bu belə bir pəncərə. Bu pəncərədə adətən rejim belə olur. Sadəcə olaraq biz onu vertex rejiminə seçirik və grid points düyməsi rejimindən çıxardırıq. Burada gördüyünüz bu rejimlər, yəni seçilmiş obyektin hansı yerindən tutub hərəkət elətdirmək, yəni bağlantı hara bağlanacaqsa avtomatik olaraq, yəni bu rejimləri seçirik, ondan istifadə edirik. Ən çox istifadə olunan vertex rejimidir ki, bundan da istifadə edirik. Məsəl üçün, bir boksun, belə bir boks seçək. Bunu söndürək hələlik, digər bir boks seçdik. Aktivləşdiririk move aləti ilə. Məsəl üçün, bu düyməsini gətirib, bu küncünü gətirib bu küncə tam birə-bir otuzdururuq və nəticədə həmin o fiqur digər fiqurun üzərindədir, yəni həmin nöqtəsindədir. Belə bir şey. Üç ölçülü rejimdə isə, məsəl üçün, bu küncünü gətirib bu küncə qoymaq istəyiriksə, yerləşdirmək istəyiriksə, burada sol düyməni sıxıb saxlayıb gətiririk burada. Əlimiz mouse'un sol düyməsini buraxarıqsa və avtomatik olaraq heç bir boşluq olmadan birə-bir tam bir küncündən digər küncünə normal formada bağlantı yaradaraq həmin fiquru oraya yerləşdirir. Növbəti əmrlərimizdən biri mirror'dır. Mirror, yəni bir seçilmiş hər hansı bir modeli güzgü kimi əksinə fırladır. Məsəl üçün, seçdik biz bu çanik modelini. Açılmış pəncərədə hal-hazırda bizə X rejimini, yəni X istiqamətində əyir, əksini verir. Y, Z, 2 verdinizsə, mən bu rejimlərdən dəyişərəmsə, seçilmiş modelimiz, çanik modelimiz öz duruş formasını lazım istiqamətə dəyişir. ZX, YZ, XY. Bu forma dəyişməyə imkan yaradır. Növbəti əmrlərimizdən biri də Manager Layers'dir. Bu düymənin vasitəsilə, yəni bu düyməni seçəriksə, belə bir kiçik pəncərə açılır və bu pəncərənin köməkliyi ilə biz səhnədə olan aksesuarları, işıqları, kameraları, mebelləri, divar, tavan, patolog, yəni bunların hamısını ayrıca təbəqələrə ayırmaq olar. Məsəl üçün, səhnədə işlədiyiniz yerdə sizə lazımdır ki, mebel sizə maneçilik törədir və onu müvəqqəti olaraq gizlətmək istəyirsinizsə, burada bu təbəqənin vasitəsilə siz onu gizlədir və yaxud da ki, əvvəlki yerinə bərpa etmək olur. Bu menyu haqqında, bu pəncərə haqqında növbəti dərslərimizdə geniş formada ətraflı məlumat verəcəyik. Növbəti əmrimiz material editordur. Bu düyməni seçəriksə, açılır belə bir pəncərə və bu pəncərənin vasitəsilə biz səhnədə olan hər hansı bir modelin üzərinə verilmiş tekstil, hər hansı bir daş, kərpic,
və cürbəcür müxtəlif şəkil, formalı teksturalar, onları seçib üzərində dəyişiklik etmək olur. Parlaqlığı, biraz matlığı, biraz qabarıqlığını sazlamaq olur. Həmin bu pəncərəni rendering menüsündən material editor və kompakt material editor əmrini seçərək açılır həmin pəncərə və onun vasitəsilə biz yenə dediyim kimi seçilmiş modelin üzərində material dəyişikliyi etmək olur. Həmin bu pəncərəni klaviaturadan M düyməsini sıxarıqsa pəncərəni açmış oluruq. Növbəti düyməmiz render setup, yəni düyməni seçəriksə belə bir pəncərə açılır. Yəni bu pəncərənin vasitəsilə biz yığılmış səhnənin vizual görüntü, reallığa uyğun vizual görüntü əldə etmək olur. Hal-hazırda gördüyünüz render setup, yəni Ray Advance 2.20.02-dir. Yəni bu xüsusi bir plugindir və bu plugini 3D Max'ın üzərinə yüklənilib və aktivləşdirilib və onun vasitəsilə səhnə qurulur, hər hansı bir interyer, eksteryer və onlar vizual reallığa uyğun görüntü yaratmağa imkan yaradır. Bu pəncərə haqqında da böyük və ətraflı bir mövzumuz olacaq növbəti dərslərimizdə. Həmin bu pəncərəni rendering bölməsindən render setup və yaxud F10 düyməsini sıxarıqsa həmin pəncərəni açmış oluruq. Növbəti düymələrimizdən biri rendering frame windows. Yəni bu pəncərənin vasitəsilə səhnədə olan modelləri, yığılmış səhnənin vizual görüntüsünü bu pəncərənin vasitəsilə görmək olur. Hal-hazırda elə bir görüntümüz yoxdur. Sadəcə səhnədə olan bir neçə dənə modelin qara bir fonda görünüşünü verir. Bu pəncərəni F9 vasitəsilə də açmaq olur. Və növbəti düyməmiz renderə aid olan bir şeydir. Sadəcə olaraq seçilən görünüşləri renderləmək üçün, yəni hansı seçilsin, onu da renderləmək üçün, yəni elə bir çox əhəmiyyətli bir şey deyil. Əlavə olaraq deyə bilərəm ki, hələlik bu qədər kifayətdir və əgər tam anlayışlı oldusa dərsimiz, çox xahiş edərəm dərsliyimizi paylaşın və kanalımıza abunə olun. Növbəti dərslərdə görüşənə qədər. Sağ olun.